Keçən dərsdə biz Word faylına mündərəcət əlavə etdik. Bugünkü dərsdə isə biz həmin sənədə köməkçi siyahılar əlavə edəcəyik. Hər iki halda iş prinsipi demək olar ki, oxşardır. Cüzi fərq var orada. Köməkçi siyahılar deyəndə nələrdə tutulur? Şəkillər, fiqurlar, diaqramlar, smart art obyektləri və başqa obyektlər. Gəz baxaq, köməkçi siyahıları Word faylına necə əlavə etmək olar? Mündəricət əksər hallarda faylın əvvəlində yerləşir. Köməkçi siyahılar isə əksər hallarda sənədin axırında, yəni burada yerləşir. Gəl indi sənədin içində bir-iki dənə cədvəl yaradaq, bir-iki dənə şəkil yapışdıraq və fiqur yerləşdirək ki, sonra onların köməyi ilə köməkçi siyahılar yaradaq. Gəl burada birinci şəkli yerləşdirək. Keçirik Vstavka insert bölməsinə, risunki, yəni şəkillər və buradan bir-iki dənə şəkil yerləşdiririk. Deyək ki, birinci şəkil qoy mospet olsun. Belə. Keçir ikinci səhifəyə. Burada da bir şəkil yerləşdirək. Qoy olsun bu. Və gecə növbət səhifəyə və buradan deyək ki, burada bir dənə şəkil yerləşdirək. Deyək ki, bu. Belə. İndi bir-iki dənə cədvəl yaradaq. Deyək ki, burada bir dənə cədvəlimiz var. Balaca bir cədvəl yaradırıq. Vstavka insert tabında tablitsə cədvəllər bölməsindən belə 2-2-2 sütun 2 sətir bir dənə cədvəl və deyək ki, burada bir dənə cədvəl. Nəhayət bizdə fiqurlar qaldı. Gəl indi bir-iki dənə də fiqur yerləşdirək. Deyək ki, və burada bir dənə fiqur yerləşdiririk. Qoy olsun 4 bucaq. Belə. Keçək bura, burada da bir dənə fiqur yerləşdirək. Qoy olsun bu fiqur. Belə. Bunu biraz aralayaq. İndi nəzərinizə çatdırım ki, keçən dərsdə mən bunu deməmişdim. Bu dərsə saxladım ki, bax, mündəricatda bu olan hiperlinklər işləmək üçün mütləq bu başlıqlar, bölmənin başlıqları mütləq başlıq formatını almalıdır. Yəni, birinci başlıq, ikinci başlıq, üçüncü başlıq, yaxud dördüncü başlıq. Əgər başlıq formatı yoxdursa, bu mündəricatda hiperlinklər işləməyəcək. Tamam, bax, bura keçid mümkün deyil. Mütləq bu mətni gərək başlıq kimi göstərəcək. Deyək ki, 4-cü səviyyəli başlıq kimi. Eyni şey də obyektlərə aiddir. Yəni, bu şəkillərə, cədvəllərə və fiqurlara keçid eləmək üçün onların adlarını vermək lazımdır. Yoxsa keçid mümkün deyil. Gəl indi şəkillərə, cədvəllərə və fiqurlara adlar verək. Sağ düyməni şəklin üstündə basırıq və açılan menyudan Vstavit nazvание, yəni ad ver əmrini seçirik. Şəkil 1,
Keçək ikinci şəkilə. Şəkil 2. Keçir üçüncü şəkilə. Şəkil 3. Keçək indi cədvəllərə. Burada artıq şəkil yox, cədvəl seçməliyik. Keçirik bura. Burada keçirik. Görək Azərbaycan dilində cədvəl. Cədvəl 1. Keçdik bura. Cədvəl 2. Və bizdə qaldı fiqurlar. Bu birinci fiqur. Keçdik bura. Adı ingilis dilində seçəyib yoxdur belə. Fiqur 1. Və burada fiqur 2. Beləliklə bizdə sənədin içində 2 fiquru var, 2 cədvəli var və 3 dənə şəkili var. İndi keçirik sənədin axırına və burada köməkçi siyahı yaradırıq. Birinci bizdə gəlir şəkillər. Şəkillər. İkinci bizə gəlir cədvəllər. Və üçüncü bizə gəlir fiqurlar. İndi gəlirik bu başlıqlara. Mündəricət olan başlığın formatını verək. Bir dəfə burada basırıq. Format bağırası. 2 dəfə burada basırıq. Gətiririk kursoru bura. Və həmin başlıqların formatını dəyişir. Bax belə. İndi burada şəkillərə hiperlinklər yerləşdiririk. Keçirik ссылки, reference tabına və buradan название, yəni adlar bölməsindən spисок illüstrasiya, yəni illüstrasiyalar siyahısı əmrini seçirik. Və burada keçən dərsdə keçdiyimiz pəncərə açılır. Sadəcə olaraq keçən dəfə bu bölmə açılırdı. Mündəricət, aqlavleniya. Burada isə illüstrasiyalar siyahısı, yəni spesifik illüstrasiya açılır. Buradan bizə şəkillər lazımdır. Çünki bu bölmədə fiqur var. Seçirik şəkil. Başqa bütün olan əmrlər mündəricət yaratdığımız bölmədən birə-biridir. Yəni hamısı eynidir. Seçdik. Okey. Və görürsünüz. 3 dənə hiperlink burada yerləşdi. Gəl yoxlayaq. Keçək tutalım ki, ikinci şəkilə. Klaviaturadan kontrol düyməsini basırıq və muşqanın sol düyməsini basırıq. Və ikinci şəkil. Üçüncü səhifə. Üçüncü səhifə. Keçirik sənədin arxasına. Görürsünüz. Üçüncü səhifə. Birinci şəkil ikinci səhifədədir. Üçüncü şəkil beşinci səhifədir. Gəl üçüncü şəkili yoxlayaq. Beşinci səhifəyə keçməliyik. Bastıq kontrol düyməsini, sol düyməni. Beşinci səhifə. Beşinci səhifə. Əgər belə başlıq sizin xoşunuza gəlmirsə, yəni formatı xoşunuza gəlmirsə, formatını dəyişmək istəyirsinizsə, seçdiniz, muşqanın sol düyməsini basırsınız, yenə də keçirsiniz bu əmrə. Buradan mütləq şəkil seçirsiniz. Nəyə görə deyirəm mütləq? Gəzində fiquru saxlayayım. Əgər belə olacaqsa. Buradan basırsınız izminit, yəni dəyiş. 12 punktdur. Gəz bunu eləyək 14. Və yağlı eləyək. Bax belə. Okey. Okey. Və burada indi okey düyməsini basacağım. Fikir verin, fiqur saxlamışam burada. Və şəkillərin siyahısına 2 dənə fiqur əlavə olunur. Görürsünüz.
Gəl hər şeyi yığışdırım. Təzədən eləyir əməliyyatı. Seçdik. Keçdik əmrə. Buradan şəkil, izminit eləyirik. Yağlı və 14. Sistem soruşur. Dəyişikliyi yerinə yetirim. Bir də yazırsınız OK. Və sistem dəyişikliyi yerinə yetirir. Tutalım ki, burada indi adları dəyişmək istəyirik şəkildə. Tutalım ki, şəkil 1. Deyək ki, burada yazmaq istəyirsiniz Mostbet. Yazırsınız Mostbet. Mostbet. Keçirsiniz bura. Bunu yazırsınız şəkil 2 Access. Access. Keçirsiniz bura. Şəkil 3 Excel. Keçir indi axıra. Görürsünüz, burada dəyişikliklər yoxdur. Sol düyməni basırsınız, cədvəldə seçirsiniz. Sağ düyməni basırsınız. Obnovit poli. Yəni yenilə. Sistem soruşur, rəqəmləri dəyişir, səhifələri yoxsa bütün cədvəli seçirsiniz. Görürsünüz, adlar bura peyda olunur. İndi gəlir cədvəlləri əlavə edək bura. Əməliyyat eynidir. Bastıq bu əmri. Buradan seçirsiniz cədvəlləri. OK. Bu cədvəllər gəldi bura. Bu cədvəl 4-cü səhifədədir. İkinci cədvəl 4-cü səhifədədir. Kontrol düyməsini bastıq. Müşkanın sol düyməsini bastıq. Keçdik 4-cü səhifəyə. Görürsünüz. İkinci cədvəl. 4-cü səhifə. Keçdik səhifənin axırına. Bizdə burada qaldı fiqurlar. Əlavə edək fiqurlarda. Əməliyyat təkrarlayırıq. Burada fiqurları saxlayırıq. OK. Və bizdə fiqurlar əlavə oldu. Keçirik tutan birinci fiqura 5-ci səhifədədir. Kontrol. Sol düyməni bastıq. Və bu bizdə görürsünüz 5-ci səhifədə. Burada da göstərə bilərik. Burada görürsünüz 6-dır. Yəni bu 5-ci səhifədir. Keçid alındı. Bax, belə üsullarla köməkçi siyahılar yaradılır və Word proqramının axırına yerləşdirilir. Və əgər əməliyyat elektron sənəddədirsə, yəni kompüterdədirsə, bu şəkillərə tez keçid yerinə yetirmək olar. Yəni kontrol düyməsi ilə və muşkanın sol düyməsi ilə. Əgər sənəd çap olunubsa və artıq kağızdadırsa, baxırsınız şəkil hansı səhifədə yerləşib. Tutalım ki, sizə lazımdır cədvəl 2-ci. Görəsiniz ki, 2-ci cədvəldə nə var, nə yox. Baxırsınız səhifəyə, yəni 4-cü səhifədir. Kağızda 4-cü səhifəni tapırsınız və cədvəli nəzərdən keçirirsiniz. Bugünə bu qədər. Təşəkkürlər.